yer tutucular. Biz ortodontiyada istifadə edirik. Məsələn, sizin uşağınızın süd dişləri var ağızda və onun hər hansı bir səbəbdən çəkiləcək bir vəziyyətə gəlib və həkimlər məcbur olub onu çəkib. Ancaq həmin an o süd dişi yeri boş qalmamalıdır. Çünki arxada çıxmış daimi dişimiz sürüşüb onun yerini tutacaq və həmin dişin altından çıxacaq daimi dişimiz yer tapmayacaq ağız boşluğuna çıxmağa. Çünki dişlər bir-birinə doğru konvergensiya olunur. Bu zaman biz dişlər çəkildi, müəyyən qədər dişin yarası sağaldı, sonra oradan ölçü götürüb yer tutucu düzəltməliyik. Məsələn, uşağınızda bir diş çəkilibdir və yeri boş qalıbdır. Altda da daimi dişi var. Ona görə bu hissəyə yer tutucu düzəldilməlidir ki, heç bir dişlər bir-birinə doğru konvergensiya olmasın. Ən əsası yaxşı olardı ki, təbii ki, süd dişləri çürükdürsə tez üzərinə düşün. Süd dişləri lazımdır. Bəzən fikirləşirlər ki, süd dişləri çəkilsin, getsin. Xeyr, süd dişləri yadınızda saxlayın. Yer saxlayır və daimi dişin minalaşmasına onlar kömək eləyir. Ancaq onlar olmadıqda dişlər əyilə bilir, yerlər sürüşür, uşağınızda çox problemlər yarana bilər. Ona görə süd dişləri qoruyub saxlayın. Əgər saxlaya bilmirsinizsə, yer tutuculardan mütləq istifadə edin.